Salam, hər vaxtınız xeyir. Bugün 11-ci sinif güvəndən sınaq üçün izahlarına baxırıq. Toxumluqda yetişmə mərhələsinə resessiv A, heterozigot B genotipli 100 hüceyrə daxil olmuşdursa, bu mərhələnin sonunda əmələ gələn qametlərin maksimum neçəsi resessiv AB genotiplidir? Bizə verdiyi genotipdən əmələ gələ bilən qametlər kiçik a, böyük B, kiçik a, kiçik B ola bilər. Yəni, 2 versiya var. Və 100 hüceyrə daxil olubsa yetişmə zonasına, meyozdan əmələ gəldiyi üçün ümumilikdə 400 qamet yaranır. Və iki tipli qamet verə biləcəyi üçün də 200-ü kiçik A, böyük B, 200-ü də kiçik A, kiçik B olar. Yəni, maksimum ola biləcək resessiv AB genləri 200-dür. Embrional inkişafı mayalandıqdan sonra xaricə qoyulan yumurta içərisində gedən canlıları seçin. Əksər sürünənlər yumurta qoyur daxilində gedir. Yumurta qoyan məməlilərdə də həmçinin yumurtanın daxilində baş verir növbəti proses. Bir də quşlarda. 1, 2, 4 cavab olur A variantı. Düzgün fikri müəyyən edin. Uça bilməyən quş olan kivinin qanadı. Kivinin qanadı rudiment orqan olduğu üçün uça bilmə qabiliyyətinə sahib deyil. Bitkilərdə qurallığa qarşı uyğunlaşmada köklərin çox dərinə getməsi, bəli, su tapa bilmə ehtimalını artırır. Çiçəklərin nektarla zəngin olması bu tozlanmalarına şərait yaradan faktordur. Yarpaqların tikan şəklində olması, su buxarlandırıcı sahə nə qədər kiçilərsə, bu bir o qədər qurallığa davamlı hala salar. 1-3 olur Y variantı. Daha sonra sxemə əsasən diploid canlının xromosom dəstində baş verən dəyişikliyi düzgün göstərən qrafiki müəyyən edin. Erkək fərd, dişi fərd, spermatozoid yumurta hüceyrə yaranıb. Daha sonra zigot, ən sonda rüşeym. Qametlərin əmələ gəlməsi zamanı meyoz bölünmə. Zigot yarananda təzədən haploid dəstlərdən diploid formalaşıb. Zigotdan rüşeym əmələ gəldiyi zaman isə mitoz bölünmə üsullarından istifadə olunub. İndi ana fərdlər diploid olduğu üçün 2N-dən başlayıb N-ə düşüb təzədən 2N qalmalıdır, sabit qalmalıdır. Olur D variantı. 2N haploid qametlər yarandı, haploid qametlər birləşdi. Diploid zigot oldu, o da mitoz yolu bölünüb rüşeym əmələ gətirdiyi üçün sabitdir. Daha sonra anazetçi çarpazlaşmadır. Anazetçi çarpazlaşmanın məqsədi ondan ibarətdir ki, tam dominantlıq şəraitində homozigotla heterozigot arasındakı genotipik fərq müəyyən oluna bilmir. Məsələn, bu noxuda da baxsam sarı rəngdədir. Bu noxuda da baxsam sarı rəngdədir fenotipcə. Amma hansının heterozigot, hansının homozigot olduğunu bilmək üçün resessiv fərdlə çarpazlaşdırmaq lazımdır. Məsələn, noxudun rəngindən danışsaq, resessiv versiyası yaşıldır. Yəni, istisnasız nə qədər yaşıl noxud varsa, bir növ genotipə sahib ola bilər, o da resessiv A-lara. Deməli, anazetçi çarpazlaşma ola bilər 2, bir də 3. Sual 7. 2000 nukleotiddən ibarət DNT molekulunda 3 qat rabitələrin sayının cəmi 600 ədəddirsə, bu molekuldakı timin azot əsaslarının ümumi sayı. Deməli, 3 qat rabitələrin cəmi 600 ədəddirsə, bu deməkdir ki, 600 guanin, 600 də sitozin var. Deməli, ümumi nukleotid sayımız 2000 olduğundan guanin və sitozinin cəmi 1200-ü çıxırıq
və yerdə qalır 800. Bu 800 nukleotiddən də 400-ü timin, 400-ü də adenin olmuş olur. 7-də oldu B variantı, davam edirik 8-ə. Sxemdə sual işarəsinin yerinə yazılmalıdır. Bioloji tərəkkib, bioloji tənəzzül. Bunlar təkamülün istiqamətləri olduğundan cavabımız olur B variantı. Anası rəng körü olan kişi ilə rəng körü geninin daşıyıcısı qadının ailəsində rəng körü olmayan uşaqların doğulma ehtimalı. Anası rəng körü olan kişi ilə. Deməli, qadını da heterozigot daşıyıcı formada yazsaq, bunlardan əmələ gələ bilər. X böyük A, burada kiçik A, bundan bu ola bilər. Sonra XY, burada da XY. Bizdən rəng körü olmayan uşaqların doğulma ehtimalını soruşur. Deməli, rəng körü olmayan sadəcə 2 nəfər olmuş olur. Deməli, burada 2də 1 hissəsi olmuş olur. Vavilova görə eyni müxtəliflik və mənşə mərkəzinə aid olan bitkiləri seçin. Burada eyni mənşəyə aid olanlar, bir qəhvə var, bir də banan. Həbəşistana aiddir. 1-3 olur A variantı. Linneyin irəli sürdüyü sistematik kateqoriyalardan hansıları həm bitki, həm də heyvan sistematikasında istifadə olunur? Bitkilərdə bilirik ki, növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm. Heyvanlar aləmində isə növ, cins, fəsilə, sıra, sinif, şöbə, aləmdir. Və eyni olan kateqoriyalar növ, cins, sinifdir. Ona görə olur A variantı. Daha sonra cədvələ əsasən X plus Y cəmini hesablayın. Məməli heyvanın diploid xromosom sayı 48-dir. Yəni 2n48-dir. Somatik hüceyrəsinin bir nüvəsindəki autosom xromosomlarının sayı 2n48-dirsə, somatik hüceyrəsi də ilə 48-dir. 2n-də 2 cinsi hüceyrə olduğu üçün avtomatik bu 2-ni çıxırıq. Autosomu da olmuş olur 46. Bir qametindəki cinsiyyət xromosomlarının sayı. Qameti haploid olduğu üçün haploiddə bir dənə cinsi xromosom olur. Diploiddə 2 dənə, triploiddə 3 dənə, tetraploiddə 4 dənə və bu şəkildə davam edir. Ona görə də Y olmuş olur 1. Bizdən də bu ikisinin cəmini soruşur. 46 plus 1 olur 47. B variantı. Göy yaşıl yosunlar xemosintez edici bakteriyalardan fərqli olaraq avtotrof yolla qidalanır. Hər ikisinin qidalanma üsulu avtotrofdur. Xromatofora malikdir, deyil. Çünki bu siyanobakteriyadır. Zulal sintez etmir, edir. Xlorofilə malikdir. Bəli, fərq bundan ibarətdir. Xemosintez edici bakteriyaların xlorofil pigmenti yoxdur. Kimyəvi rabitələr enerjisindən istifadə edərək avtotrof üsulla qidalanır. İşıq enerjisindən istifadə etmir. Bu da olur yanlış. Sual işarəsinin yerinə yazıla bilməz. İnsan tərəfindən süni sürətdə alınan, oxşar irsi xüsusiyyətlər daşıyan, mühit şəraitinə bir tipli reaksiya verən, müəyyən irsi keyfiyyətlərə malik olan fərqlərin cəmi. Buradan insan tərəfindən süni sürətdə alınan, oxşar irsi xüsusiyyət daşıyan, mühit şəraitinə bir tipli reaksiya verən, müəyyən irsi keyfiyyətlərə malik olan. Bunlar sort, cins və ştam olduğundan ola bilməz 2 ilə 4. Çünki bunlar təbii şəkildə mövcuddur. Yəni insan müdaxiləsi olmadan. Cavabımız olur 2, 4, yox variantı.
Verilən canlılardan hansının Y cinsiyyət xromosomlu qametlərində hərəkət orqanoidi olmur? Hərəkət orqanoidi olmur. Deməli, A-da, B-də, C-də, Y-də erkək fərdlər XY-dir, yəni heterogametdir və spermatozoidlərdə hərəkət orqanoidinə sahibdir. Amma D variantı toyuqda. Dişi olduğu halda xromosom dəsti XY-dir, yəni Y-də sahibdir, amma qameti yumurta hüceyrədir. Yumurta hüceyrə olduğu üçün də hərəkət orqanoidinə sahib deyil. Sual 16. Dölsüzlüyü Karpichenko metodu ilə aradan götürülən turp-çələm hibridinin mərkəzi hüceyrəsindəki xromosom sayı çələm bitkisinin yumurta hüceyrəsindəki xromosom sayından neçə dəfə çoxdur? Turp-çələm hibridində bilirik ki, 4-ün 36-ya bərabərdir və mərkəzi hüceyrəsindəki xromosom sayı. Çələm bitkisinin yumurta hüceyrəsindəki xromosom sayı isə 2-18-dir. Yumurta hüceyrəsi də haploiddir, 9-dur. Mərkəzi hüceyrədə ilə 36 olduğundan turp-çələm hibridində 36-dan 9-a nisbəti də bizə 4-ü vermiş olur. Cavab olur C variantı. Uyğunluğu müəyyən edin. Vavilova görə mədəni bitkilərin müxtəliflik və mənşə mərkəzləri ən az növ müxtəlifliyinə malikdir, ikidə də ən çox növ müxtəlifliyinə malikdir. Ən az növ müxtəlifliyinə malik olan Həbəşistandır, biri olur C. Ən çox da Cənubi Asiya tropik mərkəzi. Birində 4, digərində 33%. 1C, 2Y olur C variantı. Linney nə üçün insanlarla insana bənzər meymunları bir dəstədə yerləşdirmişdir? Linneyin sistematikasında sadəcə fenotipik xüsusiyyətlər nəzərə alınırdı, yəni genetik kriterilərə görə deyildi. Qohumluq əlaqəsinə əsasən də deyil, rüşyemlərin inkişafındakı oxşarlığın olması deyil, sadəcə fenotipi nəzərə aldığı üçün zahiri görünüşə əsasən yerləşdirib. Sual 19. Düzgün fikirləri seçin. Xromosom mutasiyalarını işıq mikroskopu ilə müşahidə etmək olar. Bəli, mümkündür. Mutasiyalar irsi dəyişkənliyin bir növüdür. Xromosom yığımının bir neçə dəfə artması gen mutasiyasıdır, genom mutasiyasıdır. Somatik mutasiyalar bitkilərdə cinsi çoxalma zamanı irsən nəslə ötürülür. Somatiklər cinsi çoxalma zamanı nəslə ötürülmür. Somatik mutasiyalar bitkilərdə vegetativ üsulla çoxaldılarsa ötürülə bilər. Ona görə olur A variantı 1-2. Baxırıq sual 20-yə. Sxema əsasən düzgün bəndi müəyyən edin. Fotosintez prosesinin meydana çıxması, ilk hüceyrə strukturlarının meydana çıxması. Bunları biz proterozoida yox, paleozoida da yox, arxeida görürük və başqa orada nə ola bilər? Canlıların filogenesinin başlanması. Cavabımız olur B variantı. İnsanda həm ektoderma, həm mezoderma, həm də entodermadan inkişaf edə bilər. Sinir toxuması olmaz, çünki ektodermadır. Sümük, qığırdaq, əzələ toxumaları mezodermadır. Götürürük epitelini. Epiteliya həm ektoderma, həm mezoderma, həm entodermadan inkişaf edə bilər. Məsələn, dərimizin xarici qatını təşkil edən, epidermisimizi əhatə edən, yəni formalaşdıran çox qatlı epiteli. Bu ektodermaya aiddir. Sonra mezoderma və entodermaya aid. Qan kapilyarlarının deməli epitelisinə baxsaq, bu zaman olur mezoderma, entodermaya da daxili orqanların epitelisini aid edə bilərik. 22. Deməli, bu reaksiyada oksigen görmədiyimiz üçün oksigensiz mərhələsi energetik mübadilənin glikoliz adlanır və harda baş verir deyilsə, stoplazmada. Oksigenli
parçalanma, yəni sonuncu, üçüncü mərhələsi isə mitoxondriyada baş verir. Cədvələ əsasən X-i tapın. Dövsüzlüyü aradan qaldırılmış tetraploid növlər arası hibridin yarpaq hüceyrəsinin nüvəsində xromosom sayı 28-dir. Birinci növün yumurta hüceyrəsinin xromosom sayı 8-dir. Aha, deməli bizdə 4N 28-dir. Bu tərəfdən də verib ki, birinci bitkidə yumurta hüceyrəsi 8-dir. Birinci bitkinin eni 8-dirsə, 2 eni də 16 olmuş olur. Bu ümumi 28-dən birinci bitkinin payına düşən 16-na çıxsam, tapıram ki, ikinci bitkimin diploid dəsti 12 imiş. 2 eni bərabər imiş 12-yə. İkinci növün mərkəzi hüceyrəsinin xromosom sayını soruşur. Mərkəzi hüceyrədə ilə diploid olduğundan cavabımız 12 olaraq qalır. Yəni X 12-dir. Nöqtələrin yerinə uyğun gələn ifadələri seçin. Üzünü köçürmə prosesində iştirak edib, ötürülmə prosesində bilavasitə iştirak etmir. Təbii ki, DNT-nin nukleotidləri. Adeninli, sonra timinli, guaninli və stozinli. Cavabımız olur 1, 4, 5, 6. Çünki transkripsiyada, yəni üzünü köçürmədə DNT-dən məlumat RNT-si sintez olunur, həmçinin digər növlərdə. Ötürülmə translyasiyada isə məlumat RNT-sinin əsasında nəqliyyat RNT-si ilə gətirilən amin turşuları ribosom tərəfindən zulala çevrilir. Yəni, burada artıq bilavasitə iştirak etmiş olmur. Sual 25. Nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Öz-özünü tozlanan 2N xromosom dəsti çiçəkli bitkidə mayalanmadan sonra zigotdan diploid xromosom yığımlı rüşeym, mərkəzi hüceyrədən isə triploid xromosom yığımlı endosperm əmələ gəlir. Olur 3, 2, 1. Bitkilər və heyvanlar aləminə aid verilmiş aramorfozlardan eyni geoloji dövrdə baş verənləri seçin. Deməli, pəncəüzgəsi balıqların yaranması, bir də ilk çılpaq toxumluların yaranması eyni dövrdəndir, hər ikisi devondadır. Ona görə olur 1 ilə 4. Uyğunluğu müəyyən edin, süni seçmə, təbii seçmə. Həyatın yarandığı dövrdən təsir göstərir, təbii ki, təbii seçmə. Növ üçün faydalı əlamətlər seçilir, təbii seçmədə. İnsan əhəlləşdirmə apardığı dövrdən təsir edir, süni seçmə. Əsasında irsi dəyişkənlik durur, hər ikisində. İnsan üçün faydalı əlamətlər seçilir, süni seçmədə. Deməli, 1 olur C, Y, 2-də olur D, 3-də də olur A, B. Gəlirik situasiyaya. Drozofil milçəklərində boz bədən əlaməti qara bədən əlamətinə nisbətən, normal qanad əlaməti isə rudiment qanad əlamətinə nisbətən dominantdır. Aşağıdakı çarpazlaşdırma zamanı F1 nəslində valideynlərin fenotipindən fərqli fenotipə malik fərdlər əmələ gəlmişdir. 28-də bizdən bunun səbəbini soruşur. Deməli, birinci boz bədən normal qanad göstərib və bu erkək fərddir. Genotipini yazası olsaq, heterozigotdur. Dişi fərd isə qara bədən rudiment qanaddır və qara bədən rudiment qanad əlamətinin də resesiv olduğunu bildiyimizdən bu da resesiv dihomozigot olmuş olur. Səbəb nədir bəs? Səbəb ondan ibarətdir ki, erkək fərddə qamet əmələ gələn zaman, yəni gametogenezdə, meyozun birinci profazasında crossing over olub. Yəni, crossing over zamanı valideyn fərdlərə oxşamayan əlamətlər də ortaya çıxmış olur. Əgər erkək fərdin dominant AB tipli qametləri yaşama qabiliyyətinə malik olmazsa, hansı fenotipli fərdlər yaranır? Pennet cədvəli qurmaqla tapın. Deməli, erkək fərdə demişdik ki, heterozigotdur.
Dişi fərdimiz də resesiv dihomozigot idi. Buradan qametləri əmələ gətirəndə bunu bundan olur böyük A, böyük B. Sonra bunu bundan böyük A, kiçik B. Kiçik A, böyük B. En sonunda kiçik A, kiçik B. Bu oldu erkək fərdin qametləri. İndi bizə nə lazımdır? Dişi fərd. Dişi fərddə resesiv dihomozigot olduğu üçün yalnız bir tip qamet verə bilər. O da resesiv kiçik AB. İndi bizə də deyir ki, erkək fərd bu qametini yaşama qabiliyyəti itirib, bu yoxdur. Dişidən də gələn yalnız bu qamet oldu. İndi bunları birləşdirək. Böyük A, kiçik A, kiçik B'lər, kiçik A'lar, böyük B, kiçik B, kiçik A'lar, kiçik B'lər. Bunların xüsusiyyətlərinə baxsaq. Deməli, bizdə A geni nəyə baxırdı? Boz bədənə. O zaman buradakı olur boz bədən. Qanadının da resesivi nəyi verirdi bizə? Rudiment qanadı. Boz bədən rudiment qanadı olmuş olur. Burada isə resesivdir hər ikisində. Deməli, hər ikisi qara bədəndir. Dominant B olduğu üçün olur normal qanad. Burada resesiv olduğu üçün yenə olur rudiment qanad. Yəni 3 fenotip görmüş oluruq. Boz bədən rudiment qanad, qara bədən normal qanad, qara bədən rudiment qanad. Bu dişi fərdin hansı genotipli erkək fərdlərlə çarpazlaşmasından rudiment qanadlı fərdlər əmələ gəlməz. Rudiment qanad bilirik ki, resesiv B-lərlə olur. Və bizdən deyir ki, əmələ gəlməz. Bunu istəmir. Dişi fərd bilirik ki, belə idi. Verə biləcəyi qamət də bir tiplidir. O da balaca A, B-dir. Erkək fərdlər deyir, necə olsa bu versiya yaranmaz. A-ları necə olur olsun fərq eləmir. Çünki rəngə baxır. Məndən rəngə kriteri istəməyib. Yəni, dominant da ola bilər, resesiv də ola bilər, heterozigot da ola bilər. Amma B geni, yəni rəng. Bu resesiv B-lər bir araya gəlməsin deyə erkəyin heç bir fərdində kiçik B olmamalıdır. Yəni, bu 3 genotipə sahib erkək fərdlə dişini çarpazlaşdırsaq, rudiment qanada rast gəlmərik. Çünki bu 2 resesiv B bir araya gəlməyəcəyi üçün heç vaxtda rast gəlinməz. Bugünkü sınağın izahı bu qədər. Növbəti sınaqlarda görüşmək üzrə.